Sevgilinin maşını var. Bəli, maşınsız sevgili olar. Əgər sevgilinin maşını olmasaydı, metro və avtobusdan istifadə edərdiniz. Xeyr, təbii ki. Sevgilinlə bir yerdə heç yana getməzdiniz onda. Yox, Nə avtobusla, nə də ki metro ilə. yox. Siz neçə il sevgilisiniz? 3 ilə yaxındır. Bəs iPhone 17 qarşılığında metro və avtobusdan sevgilinlə bərabər istifadə eləyərsiniz? Bir də bunu demədən əvvəl məni takib edirsiniz? Xeyr. Xeyr. Əgər məni takib edəsəydiniz, məndən 500 manat pul qazanasıydınız. Ona görə də məni takib edin, hər an mən sizin qarşınıza çıxa bilərəm. İstifadə edərdiniz? Bir dəfə olar. Bəs siz? Mənim üçün fərq etməz. Yaxşı, sevgilin əgər dara düşsəydi, əgər maşın olmasaydı, ayrılardınız? Adicə bir kəlməyə görə mən ondan uzaqlaşdım. Əlbəttə ayrılaram. İş görüşdə gərək metro ilə avtobusla gedərdim ki, onda iç yüzünü tanıyardım. Xanım, belə görürəm ki, səhərdən özünüzü çox göydən aparırsınız. Qardaş bir dənə metro ilə avtobus deyən kimi qardaşdan uzaqlaşdınız. Hərəkətinizin yeri yox idi. Heç kimdən artıq deyilsiz.